Hələ keçmişdə insanlar nə varsa dünyada güclə həll eləməyə çalışan bir dövr var idi. Məsələn də tutaq ki, hər nə varsa güclə həll edirlər. Məsələn, xüsusən çox da keçmiş olmayan qədim dövrlərdə məsələn insanlar, məsələn, güclü pəhləvanlar gəlirmiş bir başqa yaşayış məntəqəsinə müasir edirlər. Kəndə, kəsəyə, hansısa bir qışlağa gəlir və kəndin ortasında cəng çalırmış. Yəni belə dövrə vurulmuş, ya qənimi verin, ya da xələtimi verin, mən çıxıb gedim. Həmin bölgənin, həmin o yaşayış məntəqə insanları ya onun qarşısına bir digər öz pəhləvanlarını çıxardırmışdır, yəni döyüşçüsünü çıxardır, həmin o adamı ən azı qurşaq tuturmuşlar, güləşirmişlər ya dalaşır, razılıq necə olurmuşsa, həmin adama qalib gəlirmiş, həmin adam üzü qara çıxıb gedirmiş, ya da onun xələtini yığırmışlar, vermişlər, adam pəhləvan tapılmayanda, onun qarşısına çıxacaq bir adam tapılmayanda, həmin adamlar bu cür dolanırlar həyatda və həmin pəhləvanlar verir. Bu məsələ niyə görə deyirəm? Müasir dövrdə həmin o cəng meydanları artıq TikTok, YouTube, Instagram üzərindən olunur. İnsanlar, məsələn də bizdə də pəhləvanlar var, görürsən, Çingiz pəhləvan, adım bax verir deyirəm. Adamlar bu cür qayda ilə özlərini qazanc mənbəyi deyək, məsələn, özlərini sübut eləmək, göstərmək, nümayiş eləmək istəyən adamlar var. Və bunlardan biri Çəlik adında bir oğlan var. Çıxıb müharibə qazisidir, veterandır. Amma çox da qabiliyyətlidir və üstəlik bu adamın bir problemi var ki, bu da nəsə düşüb İslam dininin üzərinə, xüsusən şiəliyin üzərinə düşüb, nəsə narazıçılığı var. Bu adamı həbs edir. Bu adamı həbs eləmək lazım deyil. Bizdə dinlə məşğul olan, dini bilən, dini anlayan adamlar var. Məsələn, bu adamlar, məsələn, dindar adamlar var da, deyək, məsələn, dini namaz qılmaq, oruç tutmaq hələ dindar olmağın yarısıdır. Ya bəlkə yarısından azıdır. Cavab vermək lazımdır. Həmin indi cəng meydanı gəlib çıxıb bu TikTok şəbəkəsinə. Gəlib açıb, məsələn, ona bir savadlı adam, məsələn, bir qabiliyyəti olan adam bir cavab verməlidir ki, bu da işin bilsin. Yəni, bunu tutub həbs eləmək məsələnin həllidir. Özü danışanlara belə başlayır, mənə də atdılar, mən də baxdım. Görüm, çox savadlı, qabiliyyətli danışır, fikrini deyir və hamı da onunla debata çıxanların demək olar ki, hamısını da udur. Belə deyək də sahədə. Yəni, bu adamı tutmaq, ona cavab vermək əvəzinə nəyə lazımdır? Dini savadı olan adamlar, dini təcrübəsi olanlar, ümumiyyətlə dini dərk edənlər, dinin fəlsəfəsini anlayan adamlar ona cavab vermək, onu həbs eləmək yox. Həbs eləmək 15 gündən sonra çıxacaq, yenə danışacaq. Həbs eləmək, o pəhləvanın cavabını verən kimi, ya xələtinə verən, ya cavab.